Yaşlaşanda gəlmişsən, baxmağa. Cavanda atmış arvadı, baxmamısan. Yaşlaşmışsan, gəlmişsən, geçə. Yox, cavanlığı kənara baxmaq lazım idi. Cavanlığı kənara qoyun. Hal-hazırda deyirsiniz ki... Bilmək lazım idi, baxmaq lazım idi. O vaxt gözün qarışıb baxmamısan. Ailə. İndi də gəlmişsən ki, ailəm mənim. Sizin bu dəqiqə oturub divanda gəlin qulluğu görən vaxtınızda efir gəzmək yox. Zamanında gözəl ailə başçısı olardı, düz deyil Faiz müəllim. Bu gün də oturardı da ağsaqqallığı verirdi. Bu gün ağsaqqal döyürsən. Arbatda gedib qardaşla əli bir olub mənim adım. Burada Bu da ailə. Ağsaqqal deyilsən. Belə ailə hamı bilir. qurmaqdansa, Ailənin əzəldən olmaması daha yaxşı deyil. Burada heç kimi sizin üzərində gelmir. Hamı məsələyi bilir. Siz yalan danışırsınız, şər böyükdən danışırsınız. Ailədə Bilmədiyiniz şeyi danışırsınız. başınız qarışıb başqa adama baxmamısa, ailə yaddan çıxır. O insan da şikayəyə görmür. Bu yüzsüz uşaqlarımız əziyyətlə böyüyüb. Nədən danışırsınız siz? Zulm çəkiblər. Yox, var Köydə səhv yaşayırlar. Xəbərimiz yoxdur övladlarımızdan. Oğlum xəstədir. Xəbərim var oğlum. Mən hövsələdən çıxartmayayım. Hövsələdən çıxarsan, bir stəkan su gətirər verərəm, içərsən sakitləşərsən. Və niyə sizin Neyiniblər ki? uşaqlarınız kirayədə qalırlar? Kirada qalmır, ev var, qadın alım, yalan Öz evləri var. Bəli. Başqa. Məhliv düşdürmüşük, bəli. Siz tikmisiniz onu. Bəli. Yox, bəs Əli onda yalan danışır. Tamamilə yox. Yaxşı, oğlunuzdan xəbəriniz şu oğlunuz Onda xəstə gəlin üzləşdirək sizi Əli ilə. Bir də günü gəl xanım, bu burada Şabat Şadda gecə biz susmalıyıq buna. Hansı barama gün ağlamısan? Bəs ağsaqqal kişilər özümə hörmət qoy. Sən Qızıl özünə neymirsən sən? hörmət qoy. Eksport olub başlat gəlsin. Mən haqqımı, hukumu tələb edirəm. Çəkin tanısan aşağı. Dedim sən özünə hörmət elə. Mən beysavasat deyiləm. Mən 2 dənə ali məktəb qurtarmışam. Öyle bir Rus məktəb qurtarmışam. Rus Gəlib otururlar burada nə Ha nə olsun qoca arpa yemir. Heç nə qızından xəbər olub, nə oğlundan xəbər olub. Bir gün ortalığa çıxıb ki, oğlum qızım mənə baxsın. Bugün də oğlu uşaq sanır ki, bu ora-bura gedir. Amma övladlarınızı istəyirsizmi yanınızda, yoxsa sadəcə malı mülkü? Qızıllarınız qayıdarsa. Mən bu sözü burada deyirəm. Kimsə baxmalıdır da buna. İmkan vermədi danışın, nə istəyirsən məndən? Nə verirsən ala bilmirsən? Mən Türkəlamayım, mənim başım səndən də xarabdır. Özümü də sabahda aparım. Sən kim dedi ki, mənim başım xarabdır? Mən Başa çox ağıllı düşmədim. baxım. Mən haqqımı qulu istəyirəm.